Selamünaleyküm ay Selçuk abi. Bu Aleykümselam. gurbetten bayrama gelen misafirlere bu gelenlerin tepkisi ne olur? İndi qürbətdən evdəşi gəlindən təpsin deyirsən, elə mi? Hə, Adam aynen, qürbətdən zaten evdəşi gəlin yazıq kocasının, uşağının, çoluğu, çocuğunu başına yığacaq da bayramdır. Bayram. Böyle bir piknik yapaq, bir ət yeyək, bir arada olaq. Bu arada baxsan ding dong gəldi. Geldi. Ya baldızı gəlir, ya qaynın uşaqları gəlir, ya şey gəlir. Gəlin hemen qapıya açar açmaz surat təpkisi bu. Allah fırmışlar, gene gəldilər. Geldiler. Ne var idi görən bayram. Tamam. İndi içəri gedir. Hoş geldiniz. Mart öpüşürlər. Ay həlcan, hoş geldiniz. Hani daldadır köpək olar. Gene gəldilər. Gene geldiler. Hə, gedir içəriyə. Ay Allah, indi bunlara kahvaltı kim hazırlayacaq? Sabah indi onlarda da güya kahvaltı bəyənməzlər, bilmem ne almazlar. Yok ətbək gətir, yok qaymaq çəkib duarsan qaynanəsi oradan bağır. Uşaqlara qaymaq, təzə qaymaqdan qoş. Qoy. O qatığın yağlı tərəfindən qoş. Gəlin də bilir, bu da bir ölmədi ki qutaraq. Ölmədi ki bir də bir qutaraq. Baxırsan başladı. Kahvaltıyı qoyur, ay Allah evlə mən bunlara nə pişirim? Hayda qurbandır, bir iki gün ət pişirdi. Üçüncü gün, dördüncü gün Allah vurmuşlardı. Qalxın gedin də. Qalxın gedin, bir gün də biz dinlənək, bir gün də biz tatil yapaq. Yox. Gəlin ama gəlinin bıdırlaması tutarsa zaten onlar 2 seneden fazla yaşamırlar. Yani elə qarğış tutarsa onların qıqılığını qurutdu ya. O yüzden misafir gələndə 2 gündən, bir gündən fazla qalmır.